İndi gələk bizim bu Novruz bayramı ilə bağlı olan məsələyə. İlk əvvəl demək qeyd edirlər ki, Novruz bayramı zərdüştlük bayramıdır. Bunu deyənlər ya zərdüştlüyün özü haqqında məlumatı yoxdur, ya Novruz bayramında olan atributlardan xəbəri yoxdur. Lakin gəlin nəzərdən keçirək, biz nə edirik? Novruz bayramında ocağın üstündən atılanılır və deyilir ki, ağırlığım, uğurluğum ocağa. Təbii ki, bu min illərdən gələn bir mifik ritualdır. Amma məsələ bunda deyil. Zərdüştlükdə isə həmin odu qoruyanlar üzünə masa taxır. Ağzını günümüz maskalarına bənzər bir tənziflə bağlayır ki, odu murdarlamasın. Demək, zərdüştlükdə oda yaxınlaşanda nəfəsinin belə oda dəyməməsi üçün ağzını bağlayır, tənziflə bağlayır. Lakin bizim Novruz bayramının rituallarında biz ocağın üstündən atılanıb deyirik ağırlığımız, uğurluğumuz ocağa. Bu ikisini yan-yana qoyduqda təzahür olaraq bu eyni görsənə bilər. Lakin bu zərdüştlük ritualı ola bilərmi? Demək ki, bu iki hadisəni bu günə qədər deyənlər nə zərdüştlükdən xəbər olub, nə Novruz bayramındakı bu ritualdan xəbər olub. Təbii ki, mən sadə məsələləri istəyirəm qısaca deyim keçək ki, daha sonra digər etimoloji məsələləri, tarixi məsələlərin izahını verim. Və bizim bir bayramımız var, dastanlarla gələn Ergenekon bayramı və bu tarixin türklərin yenidən tarix səhnəsinə çıxmasını və yeni ilin başlanmasını tərənnüm edən bir bayramdır. Dastanın qısa özəti belədir ki, türklər düşmən əlindən qaçır, daha sonra bir dağ vadisində yaşayır, çoxalır və daha sonra dağı yandırıb bir bozqurdun nəzarətində çölə çıxır. Bu dastan həm türk xalqının yenidən var olmasını və həmçinin yeni bir ilin başlanmasını tərənnüm edən bir bayram adıdır, Ergenekon. Ergenekon sözü nəyi ifadə edir? Ergən sözü bildiyimiz kimi günümüz türk dillərində hələ də işlək olan bir sözdür. Yeni yetməyə ergən deyilir. Ergən sözünün kökü ürəmək sözünün kökü və bir də ki, türk dilində, əski türk dilində xalq mənasına gələn gün sözü və kəmik sözünün kökü olan gün sözü ilə eyni kökdür. Və bu gen sözü Hind-Avropa dillərində genetika sözünün kökü, ana mənasına gələn genesus sözünün köküdür. Və dolayısıyla ergən sözünün kökü demək müəyyənləşdirdik ki, ürəmək sözünün kökü olan ür və xalq mənasına gələn gün sözüdür. Hansı ki, Azərbaycan dilində bir frazada da biz bu sözü işlədirik, elim günüm. Və onun sonunda olan ekon hissəsini bəziləri qaya və ya dağ mənası ilə izah etməyə çalışır, lakin bu əslində elə günümüzdə də işlətdiyimiz gün sözüdür. Yəni, dolayısıyla bu ərgən gün sözlərindən formalaşıb, ərgən gün, yəni cavan gün və ya günəşin yenidən doğmasını tərənnüm edən bir addır. Yaxşı, demək ki, biz müəyyənləşdirdik ki, Ergenekon sözünün kökü ərgən, yeni yetmə, doğan, cavan mənasına gələn söz ilə gün, günəş sözünün kökü olan gündən formalaşıb. Və İndi gəlin bunun üzərinə biz Novruz bayramı haqqında danışmağa başlayaq.